İmam Baqir əleyhissalam bunu nəql edir 5-ci imamımız. Deyir ki, günlərin birində atam mənə vəsiyyət elədi. Atam yəni İmam Zeynalabdin ağa. Bu gün onun mövlududur. Ağa buyurdu ki, mənədir, atam buyurdu mənə, avsan-ı əbi mənə vəsiyyət elədi. Fəqal ya bu ney? Dedi, ey mənim oğlum, ey mənim balam. La təshabənnə xəmsə və la tuhadithuhum və la turafiquhum fi tariq. Atam mənə dedi ki, oğlum, 5 kəs var ki, 5 nəfər var ki, 5 cürə insan var ki, onlarla yoldaşlıq eləmə. Onlarla danışma, onlarla yoldaşı da olma. Dedim, cüvültü fədak ya əbə. Dedim, ata, sənə fəda olum. Bunlar kimlərdir? Mən haulayl xəmsə. Bu 5 nəfər ki, 5 dəstə kimlərdir? Qalla təshəbənnə fasiqən. Dedi, fasiqlə heç vaxtı yoldaşlıq eləmə. Fasik kimdir? Aşkar günah eləyir. İndi bir deyərsən ki, bu məsum bəyan var. Deyim, yox, aşkar günah ayrı şeydir. Günah eləyən ayrı şeydir. Aşkar günah ona deyirlər ki, günahı eləyir, bilir günahdır. Eləyir də, ondan sonra özünə bəraət də qazandırır. Yaxşı eləmiş. Özüm bilərəm. Təki günahım elə bu olsun. Bəzi belə hayasız adamlar var da. Hə. Bunlar fasik deyərlər. Ağa buyurdu ki, amma yox, bir adam ki, günah eləyir, ya bilərəkdən, ya bilməyərəkdən peşman olur, ilahi bağışda, məni bilmədim, nəfsimə tabi oldum və yaxud bacarmadım, ilahi bilmədim, sonra... Hə, bunlar bu zümrəyə daxildir, Allah onların günahlarını bağışlasın, Allah bizi də bağışlasın inşallah. Ağa buyurdu ki, birinci bunlardır, fasiklə yoldaşlıq eləmə. İndi bunu təsəvvür eləməyin, ha, 4-cü imam oğlu 5-ci imama deyir. Yox, bunu təsəvvür eləyin ki, 4-cü imam elə bu gün, Mövlud günüdür. Bu gün ağa bizə deyir, bizim hamımıza bu sözü deyir, nəsiyyəti deyir, vəsiyyəti deyir. Niyəsini də deyir, nəyə görə? Deyir, ona görə fasiqlə yoldaşlıq eləmə, fəinnəhu yəbi'uka bi'əklətin fəma dunaha. Çünki fasik səni bir yeməyə satar və yaxud ondan da aşağıya satar. Bir dənə yeməyə səni satar. Çünki niyə? Bunun üçün müqəddəs bir şey yoxdur axı. Müqəddəs bir şey yox. Müqəddəs olsaydı birinci bu Allah hökmü müqəddəs bilərdi. Şəriəti müqəddəs bilərdi. Bu ki, şəriətə etinasızlıq eləyir açıq-aşkar, bilə-bilə günahı eləyir və deyir, özünə bəraət də qazandırır. Bunun üçün bu Allahın şəriətini tapdalayan sənə mənə nə baxır? Ağa buyurdu, çünki bu səni bir yeməyə də satar, ondan da aşağıya. İmam Baqir əleyhissalam deyir ki, atam ki dedi, fəma dunaha, yəni bir yeməkdən də aşağıya. Deyir, dedim, ata, bu yeməyi bildim, bir yeməyə. Bu yeməkdən aşağı nədir? Yəni, bundan da yəni aşağı var. Bu nədir bəs, fəma dunaha? Fəqultu, ya əbəm, fəma dunaha. Yəni, o yeməkdən aşağıda olan nədir? Hə, atam dedi ki, var, bəli. Yətmə'u fiha, thumma la yanaluha. Dedi, o bursu heç olmasa bir yeməyə satırdı. Nəsə yirdi, bilirdi ki, qarnına getdi. Amma bundan aşağı budur ki, istəyər nəyəsə nail olsun, ona görə səni satar, amma heç nail də olmaz ona. Yəni, yemək də ona çatmaz. Bunun misalı kimdir? Ay, Allah ölənləri rəhmət eləsin. Onun misalı budur. Yaxşı. Soruşdum ki, atacan, bəs və mən ethani, ikinci nəfər kimdir, ikinci dəstə kimdir ki, onlarla yoldaşlıq olmaz? Dedi, la təshəbənnəl bəxil, paxıl insanla yoldaşlıq eləməyəsən. Fəinnəhu yaqta'u bikə fi malihi əhvəzu ma kuntə ileyh. Sənin çünki mala ehtiyacın olan vaxtı, sən üçün zəruri olan vaxtı, o sənə onu qıyar onu. Qıymaz sənə onu, verməz sənə onu. Sənin ən çox ehtiyacın olan vaxtı görürsən ki, paxıl insan səni yarı yolda qoyar. Ona görə heç ondan yoldaşlıq eləmə. İndi kimdir paxıl insan? Bu çətindir ya. Hacı, bu çətindir bu. Kimdir paxıl insan? Bəzən məsələn, mənə desin paxıl deyir, yox, mən paxıl deyirəm. Amma bəzi əlamətlər var. İndi onu da mənlə səninlə işim var, nə də sənin mənlə işin olmasın. Hərəmiz indi özümüzlə işimiz olsun. Məsələn, bir dənə əlaməti budur. Məsələn, görürəm ki, bir nəfər qabağa gedib, narahat olurlar. Malda qabağa gedib, narahat olurlar. Elmdə qabağa gedib, narahat olurlar. Hörmətdə qabağa... Hə, indi nə? Ölçüsü budur, meyarı budur. Get psixoloqun yanına, o da belə deyəcək. Amma o bəzi psixoloqlar var, səfi-səfi danışır, onların yanına yox. Əsl psixoloq tapa bilsin. Hə, indi Azərbaycanda bilirsiniz də, hər kəsin ki, məsələn,
problemi olur, ya psixoloq olur, ya da nə bilim. O cür psixoloq yox, əsl psixoloq tapsın, soruşun. Deyir, paxılın əlamətləri hansıdır? Birincisi budur. Birincisi budur. Bir adam görsə, qabağa gedir, bağrı çatlayar. Ha, insanların, Allah rəhmət eləsin, Hacını, qəbri nurdan da olsun, qardaşımızın Hacı Şahini, onun bir söhbəti vardı. Deyirdi ki, o bir söz var, deyir, mən pis günün dostuyam. Deyirdi, o yaxşı söz deyir o. Sən yaxşı günün dostu olur əslində. Ya, bəziləri var, hə, yaxşı günün də dostudur, pis günün də dostudur. Onlar mərd insanlar, onlar ayrı. Amma sən ancaq pis günün dostusansa, onda sən dostluğu yaxşı günündə onun yanında olmamışsansa, deməli gözün götürməyib də. Bağrın çatlayıb, hə, onun pis gününə ağlamaya gəlmişsən. Biz axı belə yox, bir nəfər yaxşı olanda yox, amma pis olanda, başıma dönüm, qurban olum, qardaş da, dünənlər heç bunları demirdim mənə sən. Hə, indi insanlar bu meyarları, ölçüləri götürürlər, internetdə də yaza bilərsiniz. Belə faydalı şeylərdən istifadə ediyorsun. İndi şükür Allaha inkişaf var da, o telefonlarda bulan bir dənə yazın orada, məsələn, paxılı adamın əlamətləri. Öyle Azərbaycanda da yazıyor, çıxacaq orada. Yaxşı. Soruşdum, atacan, bəs üçüncü kimdir ki, yoldaşlıq eləməyim? Dedi, la təshəbənnə kəzzab. Yalancı ilə də yoldaşlıq eləmə. Bununla niyə? Fəinnəhu bimənziləti sərab. Çünki o ilğim misalındadır. İlğim. Azərbaycanca ilğim deyirlər, Rus dilində miraj, səhv eləmirəmsə, miraj. Uzaqdan baxırsan, elə bilirsən sudur, amma su deyil. Günəş adətən asfaltların üstündə olur, səhrada, dağda belə olur. Günəş düşür, günəş istiliyi. Elə bilirsən ki, uzaqdan baxırsan sudur, yaxına gəlirsən, görürsən yoxdur. Buna ilğim deyərlər Azərbaycan dilində. Ərəbcə sərab. Dördüncü imamımız buyurdu ki, yalancı ilə də dostluq eləmə, çünki o sərab kimidir, ilğim kimidir. Yəb'udu minkəl qərib və yuqarrib minkəl, yuba'id minkəl qərib və yuqarrib minkəl ba'id. Çünki o sənə uzağı yaxın eləyər, yaxını uzaq eləyər. Yalancı daxil. Sənin yaxın dostluğu sənə düşmən eləyər o. Elə şeylər uyduracaq onun barəsində, ürək də belədir. Allah insanı belə yaradıb ki, ürək təsir götürəndir. Çünki biz təsir götürən olmasaydı, Peyğəmbərlərin sözünü qəbul eləməzdik. Ona görə Allah bizim qəlbimizi nə verib? Bizə qəlb verib. Qəlb isə nə deməkdir? Çevrilmək. Bu da. Ərəb dilində qəlb da, qəlb. Çevirdim. Deyir, innəmə summiyəl qəlbu qəlbən liənnəhu yənqəlib. Deyir, ürəyə ona görə qəlb dedilər, çünki çevrilir. Çevrildiyinə görə. Biliyorsan ki, sənin yanında bir nəfəri 100 nəfər tərifləyəndə istər-istəməz ona simpatiyan yaranır. Əksinə, 100 nəfər pisləyəndə biliyorsan soyuqluq yaranır. Demirəm, onların sözünü, bəzi möhkəm adamlar var ki, heç kəsin sözünə qulaq asmaz. Dostluğu pozmaz kiminsə sözü ilə. Amma soyuqluq yaranır. İstəsin də, istəməsin də ürəyində soyuqluq yaranır. Ona görə yaxın dostluğu elə şeylər uydurar, düşmən eləyər səndən. O, qədimdə olub, bəzi xəlifələr öz qardaşların, övladlarını öldürüblər. Onların bəziləri, onlara qarşı çıxıb, qiyam eləyib filan. Bəziləri olub, heç qiyam eləməyib. Sadəcə bu kəzzablar gəliblər, o qədər uydurma sözlər danışıblar. O da öz hakimiyyətini qorumaq üçün öz oğlunu öldürüb, bəzən qardaşını öldürüb. Yaxşı. Yalancı ilə də dostluq eləməyək. Sonra imam buyurdu, soruşdum, İmam Baqir əleyhissalam deyir, atamdan soruşdum və mən rabi. Və dördüncü nədir? Dedi, la təshəbənnə əhmaq. Axmaq adamla da yoldaşlıq eləmə. Fəinnəhu yurid ən yənfəəkə fəyadurru. Çünki axmaq adam istəyər sənə fayda versin, zərər verər. Bilə-bilə zərər vermir ha. İstəyir özündə güya fayda verir, amma zərər verər sənə. Başımıza gəlib, amma danışmaya ayıbdır. Soruşdum, atacan, ya əbə, mənil xamis və 5-ci hansıdır? Dedi, la təshəbənnə qatü rəhim. Öz yaxınları ilə əlaqəni kəsənlə də yoldaşlıq eləmə. Qardaşından küsənlə yoldaşlıq eləmə, əmisi ilə küsəndən, qardaşı oğlu ilə küsəndən, bacısı oğlu. Onunla qatü rəhimlə də yoldaşlıq eləmə. Niyə? Ağa deyir ki, fəinni vəcədduhu məl'unən fi kitabillah fi thələthəti məvazi. Mən 3 yerdə görmüşəm Allahın kitabında, Quranda, İmam Səccad əleyhissalam deyir, 4-cü imam. Deyir, mən Allahın kitabında 3 yerdə görmüşəm ki, yaxın qohumları ilə əlaqə kəsən məl'undur, lənətə gəlmişdir. Onlarla da yoldaşlıq eləmə. Allahın və izzətinə, cəlalinə, Allah ağalarımızın ziyarət və şəfaatindən bizi ayrı salmasın inşallah.